Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Yoldaşlar, bu dəfə mən proses haqqında danışmaq istəyirəm. Biz bir dəfə bu mövzuya toxunmuşduq. Yəni mən bir dəfə bu mövzuya toxunmuşdum. Əvvəlki videolarımın birində vardır proses haqqında. Bu dəfə də mən proses haqqında danışmağı qərara almışam. İlk öncə onu qeyd etmək istəyirəm ki, dostlar, proses çox geniş bir mövzudur, çox geniş bir anlayışdır. Yəni bu mövzunun ətrafında, üzərində biz günlərlə, hətta aylarla belə danışa bilərik. Mən günlərlə, aylarla danışmağı bu dəqiqə düşünmürəm. Lakin silsilə formasında bu mövzuya toxunmağı düşünürəm. Çox dərin mövzudur və çox aktual bir mövzudur. Yəni yaralı yerimizdir. Bütün ümumiyyətlə gördüyümüz işlərin hər birinin dayaq nöqtəsi, yəni prosesdir. Biz proseslərimizi tanımalıyıq, bilməliyik ki, bunlar nələrdir, bunların fəaliyyətləri nədir və bunlar bizə niyə lazımdır. Bunları da bilmək üçün dostlar, ilk öncə biz bilməliyik ki, proses ümumiyyətlə nədir, nə olan bir şeydir. Mən indi sizə bunu izah edəcəm, təməl bir bilgini. Proses resurslardan istifadə eləyərək girişlərin çıxışlara çevrilməsi prosesdir. Çevrilməsində görülən işlərin topluluq məzmunusudur kimi də deyə bilərik. Yəni buradan biz qənaətə gəlirik ki, proses anlayışının həm girişləri vardır, həm də çıxışları vardır. Baxın dostlar, proses 3 hissədən ibarətdir. 3 hissədən. Onun girişləridir. Baxın, biz qeyd etmişdik axı tərifdə. Resurslardan istifadə edərək girişlərin proseslərə. Deməli, resurslar da hansısa bir hissədə işləyir. Bu da nədir? Fəaliyyət hissəsi. Bunun ikinci hissəsi oldu. Üçüncü hissəsi isə biz resurslardan istifadə etdik, girişi nəyinədik? Çıxışa çevirdik. Yəni, bizim bu prosesimizin çıxış hissəsi də bizim üçün olacaqdır üçüncü hissəsi. Biz burada bildik ki, artıq prosesimiz 3 hissədən ibarətdir. Girişdir, fəaliyyətdir və çıxışdır. İndi mən bir praktiki case üzərindən bunu izah etmək istəyirəm. Baxın, qayğanaq yeməyini hamımız bunu tanıyırıq, tanış olmuşuq və yemişikdən. Qayğanaq pişirilməsi üzərindən, yəni yeməyi üzərindən mən bu prosesi praktik olaraq izah etmək istəyirəm. Baxın, gəlin görək bir qayğanağın pişirilməsində bizə lazım olacaq girişlər hansılardır? Bizə lazım olacaq resurslar hansılardır və bizə lazım olacaq bu prosesin çıxışları hansılardır. Ümumiyyətlə, bilməyimiz lazımdır ki, qayğanaq özü bir prosesdir, yoxsa yox. Əvvəlcə buradan başlamağımız lazımdır. Bunun üçün bilməliyik ki, bu 3 dənə mən prosesin hissəsini saymışdım. Bu 3 dənə prosesin hissəsi bu qayğanağın bişirilməsində var, yoxsa yox. Burada bir dənə incə detalı sizin diqqətinizə çatdıracağam və çox vacib bir məsələdir. Bunu mənimsəməyinizi mən sizə mütləq şəkildə tövsiyə edirəm. Burada resurslarla girişlər bir-birinə çox bənzərdir. Yəni bunu ayırmağımız biraz çətin bir məsələdir. Baxın, var dönüşə bilən, var dönüşə bilməyən. Bu çox mükəmməl bir məlumatdır, diqqətlə saxlayın. Dönüşə bilənlər, əgər onlar dönüşürlərsə nəyəsə, bunlar girişlərdir. Dönüşə bilməyib, stabil qalanlar isə bunlar resurslardır. Baxın, mən qayğanağı misal çəkdim, düzdür, qayğanaq yeməyini. Orada bizim girişlərimiz nə ola bilər sizə? Baxın, mən sizə fərqi dedim və ipuclarını dedim. Dönüşə bilənlər. Nədir dönüşə bilənlər? Yumurtadır, bəli. Çiğ formasındaydı, dönüşür olur bişmiş formasında, düzdür, düzdür. Yağ. Atırıq yağı, məsələn, kərə yağı atırıq, belə bərk formasında, o əriyir, yoxa çıxır. Duz atırıq, kristal formasında tuzu səpirik, əriyir, yoxa çıxır. Və s. və başqa, indi ona əlavə nə qatırıqsa, bunlar hamısı dönüşdü artıq, başqa bir formaya keçdi. Deməli, bu bizim üçün nə olacaq? Bizim üçün olduğu girişlər. Bəs buradakı resurslar nədir? Dönüşə bilməyən demişdik bir, stabil demişdik, düzdür? Burada nə ola bilər? İstifadə etdiyimiz soba. Bu bizim üçün dönüşmədi də nəyəsə, soba olaraq da qalacaq. İstifadə etdiyimiz qaşıq və yaxud da çəngəl. İstifadə etdiyimiz tava və yaxud da qazan. Heç nəyə dönüşmür də bunlar. Bunlar stabil olaraq qalırlar. İnsan faktoru. Orada işləyən, o işi həyata keçirən insanlar. Və burada bir dənə nüans var. Baxın,
hər bir prosesləri kapsayan bir resursdur zaman. Zaman da heç nəyə dönüşmür, zaman olaraq da qalır. Nəticə etibarilə girişlərimiz girdi, resurslardan istifadə etdik. Nəyə çevirdik onu? Çıxışlara. Çıxışımız da nə oldu? Hazır qayğanaq yeməyi. İndi biz bu formanı, yəni bu prosesi, bu işi deformasiya eləyə bilərik günlük işlərimizə. Mövzu ilə bağlı bir dənə də кейsi müəssisə üzərindən çəkmək istəyirəm. Yəni sənaye üzərindən çəkmək istəyirəm. Tutaq ki, bir məhsul istehsal edirik. Bura daxil ola bilər bir vafli məhsulu və yaxud da bir peçeniya məhsulu. Yaxud da qeyri-qida sektorunda ola bilər bir dərman istehsalı və yaxud da bir yuyucu vasitə istehsalı, düzdürmü? Gəlin buradakı götürək biz vafli istehsalını. Gəlin bu vafli istehsalını ümumiyyətlə biz təyin eləyək ki, bu bir prosesdir yoxsa yox. Bunda biz proses olduğunu təyin etmək üçün nə etməliyik? Bizim 3 dənə hissəmiz, bölgümüz var idi. Girişlər, resurslar və çıxışlar. Bu 3 dənənin üçü də əgər bu işdə fəaliyyətdə yəni varsa, deməli bu bir prosesdir. İndi ilk öncə gəlin baxaq görək. Vafli istehsalının girişləri nə ola bilər? Biz dedik ki, girişlər dönüşə bilən olmalıdır. Xam mal ola biləcək. Yarım fabrikatlar ola biləcək. Nəysə dönüşəcəklər də. Orada istifadə olunan köməkçi vasitələr, nə bilim, qida əlavələri, ondan sonra konservantlar falan ola biləcək. Bunlar bizim girişlərimizdir, çünki bunlar dönüşdülər. Resurslarımız nə olacaq? Oradakı avadanlıqlar olacaq. Lazım olan qablaşmalardır. Lazım olacaq insan faktorlarıdır. Köməkçi hər hansı bir vasitələrdir, təmizlik vasitələridir və zaman. Ən əsası biz dedik ki, bütün proseslərdə zaman olacaqdır. Düzdürmü? Bizim çıxışımız da hazır vafli məhsulunun əldə olunmasıdır. Deməli, bu vafli məhsulunun istehsal prosesi bizim üçün bir proses oldu yəni. Çünki qeyd etdiyim o prosesi təyin edən 3 dənə mənbə, yəni detal burada var. Bunlar harda varsa, o fəaliyyət bizim üçün proses olacaqdır. Yəni, ilk öncə biz prosesimizi təyin eləyərkən, fəaliyyətlərimizi də mütləq şəkildə sınaqdan, testdən keçirəcək həmən bu 3 hissəni nəzərə alaraq. Bir-bir biz işlərimizdəki fəaliyyətlərimizə, yəni proseslərimizə baxmalıyıq ki, bizim fəaliyyətimiz dönəmində hansı proseslərimiz vardır? Yəni, biz hansı girişləri, hansı resurslardan istifadə edərək, hansı çıxışlara çeviririk? Bunlar sadəcə qeyd etdiyim kimi təməl bilgilər idi. Proses anlayışını belə deyək də, beyninizdə canlandırmaq üçün bir praktik case üzərindən mən bunu sizə izah etmək istədim və davamlı olaraq silsilə şəklində prosesə keçid, yəni giriş etməyi də düşünürəm. Ümid edirəm məlumatlar sizin üçün faydalı olacaqdır. Çox sağ olun, təşəkkür edirəm.